Dünyanın hazırda istifadə olunan 5 qədim pulu. Birinci yer. Haitinin qurdası. 1813-cü ildən bəri dövriyyədə olan bir puldur. Haiti müstəqillik alandan sonra pul vahidi kimi qəbul edildi və istifadə edildi. Dördüncü yer. Amerika Birləşmiş Ştatlarının dolları. 1792-ci ildən bəri dövriyyədədir. Düzdür, dizaynı dəyişib, amma dollar valyut olaraq qalır. Üçüncü yer. Rus rubli. 1704-cü ildən bəri Rusiya imperiyasının rəsmi valyutasıdır. Sözün mənası kəsmək sözündən götürülür. Belə ki, o zamanki dövrdə külçə şəklində pulları buraxırdılar. Adamlar alver eləyəndə külçəni kəsməli olurdular. Rubit sözündəndir. İkinci yer. Bu çox maraqlı bir valyutadır. Papua Yeni Qvineyanın tabusu. Yəni, balıq qulaqlarından hazırlanmış pul vahidləridir ki, daxili dövriyyədə rol oynayır. Və ən nəhayət birinci yer. Britaniyanın funt sterlingi. Belə ki, 775-ci ildən bəri dövriyyədədir. Düzdür, bir neçə dəfə dizaynı dəyişməsinə baxmayaraq, hələ də pul vahidi kimi işlənir. Azərbaycanda da pul kəsilməsinin qədim tarixi var. Eradan əvvəl 4-cü, 3-cü əsrlərdə kəsilən pullar Makedoniyalı İskəndərin adından kəsilirdi. Lakin ilk yerli pullar Hülakülər tərəfindən kəsildi. Bunlara balış, tümən və təngə deyilirdi. Və 17-ci əsrə qədər Azərbaycanda bu pullardan istifadə olunurdu. Lakin hazırki dövrdə tümən İranın pul vahididir, təngə isə Qazaxıstanın pul vahididir. Bilirsiniz ki, Azərbaycanda da manat işlənir ki, moneta sözündən götürülmüşdür.